Başladıq. Salam əziz dinləyicilər, hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Hindistandır. Hindistanın Böyük Britaniya tərəfindən işğalından danışacağıq. Deyirik ki, Böyük Britaniya Hindistanın işğalını məhz 18-ci əsrdə başlayır. Bu işğalın başa çatdırılması isə 1856-cı ildir. 19-cu əsrin birinci yarısında ingilislər işğalı başa çatdırmamışdan əvvəl 1849-cu ildə Pəncabı ələ keçirirlər. Daha sonra 1856-cı ildə Alt Knyazlığın tutulması ilə Böyük Britaniya Hindistanın işğalını tamamilə başa çatdırdı. Yaxşı, belə bir sual yaranır. Həm işğal dövründə Hindistanda Böyük Britaniya öz fəaliyyətini necə tənzimləyirdi? Biz deyirik ki, Böyük Britaniya öz gücünü burada Austin şirkəti vasitəsilə qoruyur və yaxud da ki, Böyük Britaniya tərəfindən çıxış edən səlahiyyətli şirkət Austin şirkəti idi ki, hansı ki o Hindistana nəzarət edir. Hətta Austin şirkətinin rəhbəri Hindistanın general qubernatoru belə elan edilmişdi. Və Hindistanda İngilis müstəmləkəçiliyinin də mərkəzi məhz Kəlkütə şəhəri idi. Əhali İngilisdən narazıdırmı? Bəli, narazıdır. Əhali racələrdən də narazıdır. Baxaq görək bu racələr kimlərdir? Racələr Hindistanın feodal knyazlarıdır. Məhz bu feodal knyazlar öz aralarında mübarizə şəraitində idilər, deyir, daha çox bir-birlə mübarizə aparırdılar. Bu İngilisin çox xoşuna gəlirdi. Yəni bəyənirdi ki, nə yaxşı qoy feodallar nə qədər bir-birlə mübarizə aparsalar, bizim gücümüz Hindistan ərazisində daha da güclənər və yaxud da ki, daha da Hindistan ərazisində güclənərik. Və beləliklə xalqın nifrət elədiyi gəlin şəxsləri yazaq. Əsas dərsimizin əsasında həmişə xalq dayanır da, düz deyilmi? Burada xalqın nifrət elədiyi bir ingilisdir, bir də racələrin elə özləridir. Sual yaranır ki, bəs müəllim, nəyə görə xalq İngilisə və racəyə nifrət edir? Tarixdə %99% həmişə bu sualın cavabı eyni olur. Niyə görə xalq narazıdır? Xalq narazıdır vergilərin ağırlığı, yeni vergilərin tətbiqindən. Çünki xalq həm İngilisə vergi ödəməlidir, həm racələrə vergi ödəməlidir. Əlbəttə ki, xalq ona görə həm İngilisə, həm racəyə nifrət edəcək ki, yeni vergilər təyin edilib, o cümlədən korrupsiya baş alıb gedir və buna görə artıq nifrət edirlər. Gün gəlir, gün keçir, aylar keçir və bir gün görürük ki, Böyük Britaniya ilə də Austin şirkətinin arası dəyir. Və 1833-1833-cü illərdə qəbul olunmuş yeni xartiyaya görə artıq Austin şirkəti Hindistanda səlahiyyətli şəxs deyil. Hindistanda ticarətdə inhisarçılıq hüquqları artıq Austin-din yox idi. Və bu əlbəttə ki, digər İngilis sahibkarlarını sevindirir. Çünki onlar da artıq Hindistan bazarlarına girə bilər və onların Hindistana olan yolu açılmışdı. Deməli, 1813-33-cü ildə qəbul edilən yeni xartiyə əsasən Austin şirkətinin Çin və Hindistanda ticarətdə inhisarçılıq hüququ yoxdur. Yaxşı. Biz gəlin yenə qayıdaq xalqa. Biz bildik ki, xalq niyə narazıdır? Xalq nəyi xoşlamır, nəyi sevmir? Yeni vergilərin tətbiqi və s. Və bu xalqın get-gedə narazılığının artması gələcəkdə sipahilər üsyanı ilə nəticələnəcək. Sipahilər üsyanının səbəbi əlbəttə ki, təkcə vergilər məsələsi deyildi. Sipahilər üsyanının baş vermə səbəbi əsasən məcburi xristianlaşdırma və ingilislərin müstəmləkə zülmüdür. İngilislərin müstəmləkə zülmü. Məsələn, gəlin bu xalq məsələsinə yenə qayıdaq. Bəli, bu xalqı qəzəbləndirən məsələlərdən biri gəlmələrin həm yeni vergi tətbiq etməsi, bayaq onu dedik, həm də əlbəttə ki, İngilis müstəmləkəsi idi. Bu sipahilər üsyanında da yenə İngilis müstəmləkə zülmü və zorla xristianlaşdırma var idi. Məhz bu zorla xristianlaşdırma və müstəmləkə zülmünün baş verməsi sipahilər üsyanının başlanması ilə nəticələnir. Sipahilər üsyanı yadda saxlayın ki, 2 il davam edir. 1857-ci ildə başlayır, 1859-cu ildə başa çatır. Bu üsyan ilk əvvəllər öz istəyinə nail ola bilir. Hətta 2. Bahadırı yeganə qanuni hökmdar və rəhbər seçmişdilər.
Lakin çox keçmir ki, bu üsyan görünən odur ki, 1858-ci ildə ingilislər, hansı ki hökmdar elan edilən Bahadır Şahı sürgün etməsi ilə Böyük Moğol dövlətinə rəsmən son qoyuldu. Baxın, 1857-59 sipahilər üsyanının baş verməsi yuxarıda izləyirəm. 1858-də Bahadırı taxtdan salıb, deyir ki, 1 maya onun sürgün elədilər və 1858-ci ildə ən nəhayətdə Moğol dövləti süqut etdi. Sizə sual verə bilərlər, bəs Moğol dövləti nə vaxt yarandı? Deyirsiniz ki, 1526-cı ildə yarandı Panipat döyüşündən sonra Babur Şah tərəfindən. Yadda saxlaya bilərsən ki, Babur yaradır. Və 1859-cu ildə sipahilər üsyanı yatırıldı və bu üsyanın, biz həmişə deyirik ki, üsyanlar %99, 99, 95% həmişə yatırılıb. 5% qalib gələn üsyanlar olub. Deməli, 95% yatırılıb. Bizə nə lazımdır, müəllim? Bizə lazımdır ki, bu üsyanların müsbət nəticəsi olub, yoxsa mənfi nəticəsi? Biz deyirik ki, bunun müsbət nəticəsi olub. Çünki ingilislər qoyulan qaydaları müəyyən qədər yumşaltmağa çalışırlar və hətta burada yumşaldırlar, nazir vəzifəsi təsis edirlər. Baxın, görək yumşaldıb nə edilər. Buradan qıraqdan yazıram. Nazir vəzifəsi təsis etdilər. General qubernator vəzifəsi ləğv edildi. Əvəzində deyir ki, general qubernator da Hindistanda ali hakimiyyət general qubernatordan keçdi vitse-krala. Vitse-krala keçdi. Bunu yadda saxlayırıq. O cümlədən idarəçilik İngilis taxtına keçir, deyir və daha mülayim insanlarla davranmağa çalışırlar və Britaniya Hindistan adlı müstəmləkə mülkü yaradır, deyir özüylə bu nəticə etibarilə. Və 1876-cı ildə Böyük Britaniya imperatriçası Victoria, bax belə buradan görürsünüz, Hindistan imperatriçası titulunu da qəbul etdi. İndi gəlirik 19-cu yüzilliyin ikinci yarısında Britaniyanın Hindistanda iqtisadi vəziyyəti ilə bağlı Britaniya Hindistanının iqtisadi vəziyyəti haqqında danışacağıq. Biz bilirik ki, Hindistan Böyük Britaniya İmperiyasının mirvarisi adlandırılırdı. Bəli, burada müəyyən tədbirlər görülüblər. 19-cu əsrin ikinci yarısında burada yollar, dəmir yollar çəkilib, suvarma qurğular tikilib, plantasiyalar salınmağa başlayıb. Hətta 1884-cü ildə ilk toxuculuq fabriki burada fəaliyyətə başlayıbdı. Yeri gəlmişkən, Azərbaycanda ilk toxuculuq fabriki nə vaxt fəaliyyətə başlayıb? Bu sualın cavabını da gözləyirəm. Və 1890-cı ildə ilk fəhlə qanunları, həmişə demişəm ki, ilkləri yadda saxlayın. Hindistanda ilk fəhlə qanunlarının qəbul edilməsi var. İlk fəhlə qanunlarında deyilirdi ki, uşaqlar, yeniyetmələr əməyindən istifadə məhdudlaşdırılır. Baxın, məhdudlaşdırılır sözünü yadda saxlamaq lazımdır. Sonra Ümumistan Milli Konqresi var. 1885-ci ildə yaradılıb bu da. Ümumistan Milli Konqresində İngilislər deyir ki, ay qardaş, ay hindlilər. Hindistanda da həm müsəlmanlar var, həm hindlilər də, düzdür mü? Ay müsəlmanlar, ay hindlilər. Gəlin ikiniz də İngiltərə parlamentində öz istəklərinizi dilə gətirin və yaxud da parlamentdə Hindistanı təmsil edin. Bunu İngilis bilə-bilə eləyir. Bilir ki, müsəlmanla bu hindli yola getməyəcək. Və həqiqətən də elə də olur. 1885-ci ildə Ümumistan Milli Konqresi yaradılır. Bunlar bir-biri ilə yola gedə bilmirlər və aralarında ziddiyyət olduğuna görə də özlərini axıra qədər parlamentdə yəni təmsil edə bilmirlər bir sözlə. Bu da belə. Bir də burada deyir ki, 20-ci əsrin əvvəlində də Hindistanda birinci ümumi xalq hərəkatı baş verib. Bu ümumi xalq hərəkatı da İngilis mallarının boykot edilməsi idi. Əsas kütləvi mübarizə üsulu İngilis mallarının boykot edilməsi idi. Bu qədər. Bu izahı burada bitirirəm. Keçirəm Çinə.